Lərikin ən ucqar yamacında bu günləri Lerik Eko Festivala start verilir. Festival təkcə təbiət resurslarının nümayişi ilə məhdudlaşmır. Burada Lerikin zəngin biomüxtəlifliyi, qədim adət-ənənələri, mədəni irsi və bölgəyə xas olan qonaqpərvərliyi öz əksini tapır. Tədbirdə yerli istehsalçılar, otel və restoran nümayəndələri, gənclər, idmançılar, fermerlər və sənət ustaları iştirak edirlər. Setlərdə də görürsünüz, festival iştirakçılarına Lerikin təbiətini, mədəniyyətini və yerli məhsullarını əks etdirən sərgilər təqdim olunur. Lerik Eko Festivalının əsas məqsədi rayonun ekoturizmini tanıtmaq, bu potensialı gənclərə və gələn xarici qonaqlara, yerli qonaqlara göstərmək, təqdim etmək, eyni zamanda təqdim olunan məhsulların, təqdim olunan sərgilərin haqqında məlumatı, informasiyanı ötürməkdir və qeyd edək ki, belə tədbirlərin regionlarda turizm inkişafına, yerli icmaların fəallığının artırılmasına və təbiətə qayğı mədəniyyətinin formalaşmasında mühüm töhfə olacaqdır. Bu festival səhər saatlarından başlayıb hal-hazırda davam edir. 16:00-a qədər də davam edəcək. Xarici qonaqlarla yanaşı yerli turistlər də burada bütün mədəni irslə maraqlanıb, baxıb, informasiya əldə edəcəklər. Mənim sizə çatdırmaq istədiklərim bunlardan ibarət idi. Söz studiyadadır.